Allah əllərinizi dərgahına qaldırın. Allahın duaların qəbul olan vaxtıdır, dəqiqələridir, anlarıdır. Nə hacətləriniz var, inşallah gətirərsiniz dilimizə. Ortada sizə də bir vaxt ayıracağım. Öz hacətlərinizi dilimizə gətirərsiniz. İlahi sənə and verirəm izzəti və cəlalıva, kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurun təcil ilə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İlahi bu qədir gecəsinin sonuncu qədir gecəmiz qərar vermə. İlahi bu gecə bizi bağışlayan bağışlanmışlardan qərar ver. İlahi gizlində, aşkarda elədiyimiz günahlarımızı bağışla. Sənlə bizim aramızda böyük fasilələrə səbəb olan günahlarımızı bağışla. Duanın, münacatın şirinliyini əlimizdən alan günahlarımızı bağışla. Bizi gecə ibadətlərindən məhrum eləyən dualarımızı bağışla. Günahlarımızı bağışla. İlahi dualarımızı həbs edən günahlarımızı bağışla. Allahım xəstələrimizə tezliyinə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül onların müşküllərini tezliyinə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. İlahim, o kəslər ki, məndən xüsusi dua istəyiblər, hacətləri var, bəhəqqi Fatimə olan hacətlərin qəbul elə. Məxsusən nəzərimdə olan xəstələr var. Allahım, o xəstələrimizə tezliyinə şifayı acil inayət elə. Ekran qarşısında əyləşənlər, indi siz özünüz öz hacətlərinizi dilinizə gətirin. Bir neçə saniyə, mən də inşallah siz dua edeyim, ondan sonra amin deyək. Ya Allah, hacətlərinizi gətirin dilinizə. İlahi Rəbbim, bu dualarımızı eşitdin, qəlbimizdən dilimizə gətirdik, sənə söylədik. Sənə and verirəm izzət və cəlalıma, o qardaşlarım, bacılarım ki, ekran qarşısına əyləşib, onların dualarını onlardan qəbul elə. İlahi, şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə. İlahi, onların yaxınları, əzizləri, onların qəlblərinə hüzur və aramlıq nazil elə. İlahi, burada zəhmət çəkənlər var, dua oxudular, Quran oxudular, şeir dedilər, mədh elədilər, mərsiyə dedilər. Ekranda, bu pərdə arxasında zəhmət çəkənlər var. İlahi, sənə and verirəm izzət və cəlalıb, onları Həzrət Zəhra ilə məhşur elə. Peyğəmbər və əhl-i beytinə savazı elə.